Ölkə ərazisinə düşən intensiv yağıntılar Cəlilabad rayonunda torpaq sürüşməsinə səbəb olub. Rayonun Türkelli kəndində təpəlik ərazidə baş verən torpaq sürüşməsi ətraf ərazilərdəki evləri də risk altında qoyub. Torpaq qatını yeraltı suların yuyub aparması sürüşmə zonasında daha da təhlükəli hal yaradıb. Elə sakinlər bunun əhatəsinin daha da genişlənə biləcəyindən narahatdılar. Bura bir yanda axıb gedir. Buxarı uçub gəlib. Torpaq o daha da, o da özünüz görüb, çəkisi o da ora gəlib. O buxarı axıb gəlib. Burada ki, belənçi gedik. Uçub gedik, yüzü aşağı gedib tökülüyor. O dəriyə. Qorxuruq, hayacanlı eləyor gecə gündüz, nə rahatıq. Ərazidəki torpaq qatında hər gün 20-30 sm genişlənmə müşahidə olunur. Sakinlərin sözlərinə görə sözü gedən ərazi sürüşməyə meyilli ərazi olsa da, burada indiki qədər təhlükəli vəziyyət yaranmayıb. Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, son günlər rayonun bir çox ərazilərində, habelə Türkelli kəndində də sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə edilib. Qurum rəsmisi həmin ərazilərə yenidən baxış keçiriləcəyini və lazımi qabaqlayıcı tədbirlər görüləcəyini bildirdi. Pərvanə Əliyeva, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.